Aziz kardeşim, Sayın Cumhurbaşkanı Recep Tayyip Erdoğan, sayın tören iştirakçıları, aziz Kahramanmaraşlılar, ilk növbədə sizə Azərbaycan xalqının ən səmimi salamlarını çatdırıram. 6 Şubat 2023-cü ildəki dəhşətli deprem nəticəsində həlak olmuş, həyatını itirmiş bütün bacı qardaşlarımıza Allah'tan bir daha rəhmət diləyirəm. Azərbaycan xalqı bu faciəni öz faciəsi kimi qəbul etdi. İlk gündən qardaşlıq borcunu yerinə yetirmək üçün 10 minlərlə Azərbaycanlı Bakıda, Azərbaycanın müxtəlif şəhərlərində insani yardım göstərmək üçün məntəqələrə gəlib öz qardaşlıq yardımını göstərməyə başlamışdır. Depremdən dərhal sonra əziz qardaşımın Sayın Cumhurbaşkanının liderliyi ilə arama qurtarma işləri başlamış. Ondan sonra imar, inşaat işlərinə start verilmiştir və qısa müddət ərzində 10 minlərlə insan yeni konutlarla təmin edildi. Bu bir daha Recep Tayyip Erdoğan'ın öz xalqına bağlılığını, sevgisini və güclü iradəsini göstərən faktordur.